Hər kəsə salam, hər vaxtınız xeyir olsun dostlar, necəsiz? Sağ İnşallah ol. yaxşılarsınız. Keçən dəfəki videonun davamı gəlir. Bu dəfə sualları mən hazırlamışam. Görək Qabaqsın deyim. Elşən məni necə tanıyır? Sualların qabağında cavabı yoxsa saymıram heç biri. Cavab yazmısan qabağına. Yazmışam hamısını. Həvəs salmışam. Deyəcəksən. Hazırsınızsa başlayırıq. Amma bir sualda 5 idi səndə. Hı hı. İndi görək sən məni necə tanıyırsan. Mənim ən sevdiyim yemək hansı yeməkdir? Toyuq, tabaka. Fast food yeməkləri, xəmir xörəkləri desəydin qəbul edərdim. Yenə mən də səndəki kimi deyirəm. Əgər məsəl üçün 2 dənə, 3 dənə cavab desən, onu qəbul edirəm. Tabaka. Tabakadan çox sən heç nə xoşlamırsan. Toyuq tabakası, grilli. O da sevdiklərimə daxildir, amma yenə yazdığımda sonuçta yazılıb xəmir xörəkləri və fast food yeməkləri. Sən tabakadan çox Sev xəmir yeməyindən xoşun gəlir. Sən Sülhünə. xəmir yeməyi yeyəndə yemək kimisən. Tabaka yeyəndə bir hesab gözlərin belə işıldayır. Gözünün içində gülüş yaranır. Keçən dəfəki videoda cığalçılıqlar elədin, amma bunda eləmə də. Yəni Eləmirəm. cavabım burdadır. Tamam mı? Tabaka. Yaxşı, ikinci sual. Saymıram. Saymıram. Keçən dəfə sayırdın. Yalan danışma. Saymıram. Hə. Mənim ən sevdiyim içki nədir? İşçi, Hə. İçəcək, yəni çay, hansı çay? soyuq çay. O hansı deməklə sənə tüyo verdim aslında. Çay da. Hə. Qəbul eləyib eləməyim bunu. Eləməlisən də çay da. Hə. Mənim ən sevdiyim rəng hansıdır? Nişanlı vaxtımızı, sevgili Malı olduğumuz üçün rəng. vaxtımızı bunları yadına sal. Malı üçün rəng. Ki, Bardov rəng. tamam, qəbul edirəm. Bəli, tapdım bardov rəng. Maloç rəngi də sevirəm, amma ən çox bardov. Hə. Mənim ən sevdiyim şirniyyat. Adı neydi ya böyle? Yumru şeydi. Adı yadıma çıktı. Almıştım piralarda. İçinde de krem olur. Anjelika. Angelika. Qəbul edirəm. Hə, hələ ki 4-də 3. 4'te 4 aslında. 3. Tabaka. 4-də 3. Neyse. Məni ən çox nə alsan xoşbəxt oluram. Gül. Alış-veriş olsun yetər. Məni ən çox əsəbləşdirən şey nədir? Kıskançlığı yaratmağı. Yenə şans verirəm, biraz da fikirləş. O sözsüz o heç. Öz yerində, amma yenə də. En çok əsəbləşdirən. Ən sevmədiyim şey nədir? Yəni məsəl üçün də, yəni bu şey məni qıcıq eləyir, nifrət edirəm o şeydən. En nifret etdiğin şey. Hə. Kıskançlığını yaratan. Başqa. Uşaqların üstüne qışqırmağı. O da var, amma yəni ən sən demiş ən Ben ən uşaqların da eləyirdin. üstüne qışqırmaqdan Hə, çox nifrət edirəm. Nədir? Uşaqların üstüne qışqırmaqdan çox nədir? yalan danışılmağı. Məni ən çox nə güldürür? Mən. Ay sağ ol. Nə və yaxud da kim? Hə, ən çox hansı mahnıları dinləyirəm? Hansı janrda belə deyim, daha yaxşı olsun. Pop müzik. Lirik musiqilər. Ən çox nə vaxt yatmağı sevirəm? Nə var? Nə vaxt olsa. Nə vaxt olsa. Hə, fürsət tapdığım hər saat. Mən kədərlənəndə nə eləyirəm? İş görürsən. Əsasən iş görür, başını qatmağa fikirləşsən. O da var, düzdür, amma nəylə ən çox sakitləşirəm? Ağlamaqdan. Ay sağ ol. Suallarım məncə çətin deyil qızlar, elə? Mənim Burada ən bir dənə haqsızlıq oldu amma. hansı? Yeməkdə, tabakada haqsızlıq. Hə, hələ onda qalıb. Yox, həqiqətən də sən nəsə danışma, sonra danışarıq. Tamam. Deməli mənim ən çox qorxduğum nədir? Ən böyük qorxum nədir? Ən böyük bu həyatda qorxduğum şey nədir? Heyvan qismində, yoxsa uşaqlar Ümumən, yəni həyatda ən qorxduğum qorxduğum şey. İtçiyi nəsə itirmək. Ay sağ ol, Əzizini itirmək. sevdiklərimi itirmək. Hə. Mənim ən çox xoşuma gələn kompliment hansıdır? Hər şey. Gözəlsən. Nə bilim. Xoş olan hamısı. Ən çox xoşun gələn nə bilmir? Yəni ki deyil. Hər Xoş şey. olan hamısı. Ay, görürsüz qızlar necə də yola gedim və həyat yoldaşıyam. Hə. Sonra mənim ən çox istifadə etdiyim tətbiq hansıdır? Nətər? Ən çox istifadə etdiyim tətbiq hansıdır? Tətbiq nədir? Proqram. Məsəl üçün də, yəni telefonun proqramları, tətbiqləri. Qaleriya, kamera, YouTube, WhatsApp, Instagram. YouTube. Hə.
YouTube və WhatsApp yazmışam. YouTube, Hə. YouTube. Ya. Mənim ən sevdiyim meyvə hansıdır? En sevdiğim meyve. Hə. En çok hoşuna gelen meyve. Tut. Tuttan çok iyi. Qarpız da deyirdin. Ən. Mən deyirəm hamısını meyvələrini sevirəm, amma ən sən demiş o hansıdır? Ən sevdiyim meyvə. Aa, tüysüz şeftali. Həmişə də aldırıram onu sənə. Hələ onun mövsümü deyil, düzdür. Sən tüysüz şəftəlini dedin, onu sevirəm. Bəli, dediyim kimi hər bir meyvəni sevirəm, amma ən sevdiyim meyvə hansıdır? İlin hər fəslində yediyim. İlin her fəslində Hı yedim. -hı. Alma. Mıcıt, Ha? Nedir? banan. Hə, hansı yalan deyirəm ki, deyir bunu düz deyir. Mənim ən çox getmək istədiyim yer haradır? Ölçü olarak. Ölkə olsun, rayon olsun, bölgə olsun, fərq etməz. Ölçü olarak Türkiye. Əslində tüyo verdim ona, bu tutmadı. Rayon. Nabra. Fərqi yoxdur dedim. Yəni gəzmək olsun əsas. Yəni ümumi bir yer deyil. Əsas odur gəzmək olsun. Bir də Niye Ağca sen kənddən başqa. Türkiye'ye gitmedin tövbe. O heç o sözsüz ki. Niye? O diyorsun gezmek değil de. Yəni Mesela sen əsas odur gəzmək olsun. Sənlə biri də mağazaya gedək, o bir biri ay gəzmək olsun. yok bir ay gidek Uşaqlarla gidek sənlə. Qəbərdə qal. Yoxsa 3 gün gidek Türkiyədə qal. Sen 3 gün Türkiyədə. Bir ay Qəbələni seçərəm. Nə danışsan, zaman söhbəti var orada. 3 gün Türkiyədə seçərsən. Savunma ne deyirsən abi? Hə. Sonuncu sualımı verirəm. Mən səni ən çox nə vaxt qısqanıram? Həmişə. Neçədən neçə olduq? Suallarım bu qədər. Hə, indi say. Hə. Bağlama say. Sayıram. Yeməyi də say ha. Yeməkdə yalanlaşdın sən. Yalan danışmadım. Axır şey yaxşı say. Aşkım, yalan danışmadım. Langer sevirəm. Ən çox sevdiyim fast food yeməyidir. Ən çox Tapılan suallar Tamam. cavablarla bilirəm. ən çox sevdiyim langer. Xəmir xörəkləri. Bir də. Mənim ən sevdiyim yemək hansıdır onu bilmədim. Ən sevdiyim iki nədir? Ayşə 1 tapmışam. Bordo 2 tapmışam. Angelika 3 tapmışam. Mən ən çox nə alsam xoşbəxt olaram. Alışveriş olsun yetər. Tapmışam 4. Mənim ən çox hesab etdiyim şey nədir? Onu Alışverişə tapmadım. sadəcə gül demişdin. Sənin şirin mənim çox mənim 5. Ən çox direkt mənə bunu tapmamışam 5. Ən çox 8-də 5, 11-də 5 deyil ailə. 8-də 5. Mən ən çox nə vaxt yatmaq sevirəm? Həm 6. Mən çədənlərin içində nə edirəm? Ağlamaq 7. Onu da tapmışam. Mənim ən böyük qorxum nədir? Sevdiklərimi itirmək 8. 11-də 8. 11-də 8 davam edirik. Mənim ən çox xoşuma gələn komplekt hansıdır? Xoş olan hamısı 19. Etdiyim tədbirlər hansılardır? YouTube 10. Mənim ən sevdiyim meyvə nədir? Bana bunu tapmadım. Mənim ən çox getmək istədiyim yer. Mənim ən çox qanıram həmişə. 12 dənə. 16 sualın 12'si. 16 sualın 12'si. Bu deməkdir ki 75% tanıyıram. Bundan sonra 45%. Hə. Görürsən? Hələ birində yalan danışdın. Hə, hansı? Bak eşitən, bunu deyim sağlaşıram Allah. Da özün bilərsən nə şey. Bir insan bir şey yeyəndə, eləyəndə, nəsə bir şey olanda birinci qarşı tərəfin xətrinə dəyməsin deyə, hədiyyə almısan, qarşı tərəfin xətrinə dəyməsin deyə sevinirsən, sən çox sağ ol belə. Bir də var ki, həqiqətən xoşuna gözlər gülür. O, sən tabakan yediyin Aşkım, sevdiyim yeməklərdir. Daşdan yumşaq görürsən ki, çox yemək Sən nə seçmirəm. yeyirsən, çox Ay, önemli sağ deyil. ol. Amma Amma tabakan yediyin vaxt həmişə, indi burada ala bilmirik də, Gəncədə olanda, Bakıda olanda həmişə mənə alıb gətirsən. Nə deyirəm, al, langer. Nandır. Niyə Ən sevdiyimdir, fast food yeməyidir. Yediyin vaxtı da həmişə özümüzə tabakal. Aşkım, dönəri sevirəm. Özün bilirsən həmişə Tabaka xəmir xörəklərdir. Tabaka qədər. Yaxşı, salatların içində ən çox hansı? Badımcan salatı. Badımcan nə deyirsən ona? Hə. Nə deyirsən ona? Ay, yadımdan çıxdı, manqal salatı. Mangal salatı, hə. İndi sən salatı bəyənmirsən. Dediyim kimi, axı dedim Küf axı hər salatını şeyi bəyənmirsən. yeyirəm. Amma mangal salatını çox bəyənirsən. O ən sevdiyimdir. Mangal salatını özünün içində bəyənmirsən, sevinərəkdən yeyirsən, Hı hı. düzdür? O toyuq salatı, tabakanı sən yeyəndə sənin gözündəki işıltı var. Onu mən bilirəm. Yalan Sevdiyim yeməklər var, ən sevdiyim yeməklər var. Mən ən sevdiklərim xəmir xörəkləridir. Bir də ki, Bağışla məni. Mən bu cavabı xeyr, cığallıq Əslində eləmə. hələ Sağollaşsın. 14. Əslində 15 idi. Bunu da vurğulamaq istəyirəm. 16, Rəylərdə tənqidlərə açığam. Eləcə də Elşən özü. Tənqidə açığam, təhqirə xeyr. Xahiş edirəm, yazanda diqqət eləyin, yazın. Bəyənməyə bilərsiniz, nədənsə öz fikrinizi tam səmimi şəkildə yaza bilərsiniz, amma ki təhqirsiz. Bugün səhərimi bir yorumla açmışam, bir şərhlə açmışam.
Tamam, o piçenya Elçinlə bişirdiyim piçenya da yazırlar. Onu deməyəcəm nə yazıblar, amma yəni Deyil, utanma deyil. hə, get xəşilini çal. O başa düşdüm, yaxşı. Qatırıb qarışdırmış ola bilərəm. Mən o videoda da vurğulamışdım axı ki, yəni mənim işinə pek aram yoxdur. Siz də deyəcəksiniz ki, elə görürük elə. Hə. Sonra başqa sözlər də yazıblar. Nəysə, yəni Yorum yapın, beğenin, abone olun. təhqir eləməyin. 16'da Tənqid edə bilərsiniz, 13. amma təhqir yox. Ancaq mən təhqir edə bilərəm. Gör yenə. Sağ olun, salamat qalın. Kanala abunə olmağı, videomu bəyənməyi və şərh bilməsə şərh yazmağı unutmayın. Hələlik. 16'da